Varkosel nədir, niyə yaranır və hansı fəsadlara səbəb ola bilir? Bu videoda bu üç sualın cavabını sizlərə bildirəcəyəm. Varkosel xaya damarlarının genişlənməsidir, yəni normal dışında genişlənməsidir. Bu, yəni sadə dillə desək, ayaqlarda gördüyümüz varkoz xəstəliyinin xayalarda olan formasıdır. Yəni eyni şəkildə damar genişlənməsi nəticəsində biz bunu müşahidə edirik. Bu niyə olur? Yəni niyə varkosel, yəni xaya genişlənməsi baş verir? Bu daha çox genetik səbəblərdən, yeniyetməlik dövründə damarların hızlı bir şəkildə, yəni sürətli bir şəkildə böyüməsindən və daha çox ağır fiziki iş, yəni qarın içi təzyiqi artıran işlərlə məşğul olan və ya ağır idmanlar edən və günün böyük bir hissəsini uzun müddət ayaq üstə qalan kişilərdə və ən çox da 15-25 yaş arasında görülən bir səbəbdir. Yəni 15-20 yaş arasında bu artıq proses gedir, varkosel yaranır. Bəzən ola bilər ki, pasiyent bunu 25 yaşında, hətta bəzən 50-60 yaşında da varkosel görə bilirik. Burada əsas məsələ nədir? Varkoselin olmağı deyil, onun yaratdığı fəsaddır. Bu nədir? Varkosel özünü ən çox iki şəkildə göstərir. Bunlardan ən birincisi və bizim uroloq, androloq olaraq ən çox önəm verdiyimiz kişi sonsuzluğudur. Burada nə olur? Varkosel damar genişlənməsi, yəni xayalardakı istiliyi artıraraq oradakı toksik maddələrin spermlərə təsiri və artmış hərarət nəticəsində spermatogenezi, yəni spermlərin normal sperm hüceyrələrinə çevrilmə prosesini pozmasıdır. Bu ən çox sol varkoseldə biz görürük. Çünki anatomik olaraq bütün insanlarda sol xaya venaları aşağı boş vena yox, birbaşa renal, yəni böyrək venasına açıldığı üçün burada təzyiq daha çoxdur. Və buradakı venalardakı qapaqcıqların zəifliyi həmən özünü biruzə verir. Yəni varkosel əməliyyatından olmuş şəxslər də bunu deyə bilər ki, 100 şəxsdən hardasa 90-95-i sol varkosel əməliyyatı olur. Bəzi şəxslərdə isə bir tərəfli, çox az nadir hallarda isə sağ tərəfli, yəni sadəcə sağ tərəfli varkoselə rast gələ bilirik. Bundan əlavə varkosel keçməyən şiddətli ağrı verdikdə, yəni xəstənin iş qabiliyyətini, həyat keyfiyyətini, diskomfort yaratdıqda biz buna önəm veririk. Bu da daha çox solda olur. Bundan əlavə bəzən elə olur ki, varkosel var, ağrı yoxdur, spermlər ölçülməyib, baxılmayıb, amma xayalarda balacalaşma, yəni varkosel olan tərəfdəki xayanın ölçüsünün digərinə nəzərən və norma dəyərlərinin daha aşağına düşməsi. Bu da bir varkoselə müalicə və müayinə tələb edən səbəblərdən biridir və son səbəb olaraq sıx rastladığımız səbəblərdən biri varkoselə bağlı hormonal disbalans, yəni testosteronun aşağı düşməsi. Bu da eyni mexanizm ilə artmış xaya hərarətinin, yəni istiliyin xayada artmağı testosteron üretimində, yəni testosteron ifrazında bir əngəl, bizə maneə törədir. Bütün bunların müalicəsi təbii ki, əməliyyat deyil, varkoselin dərəcəsinə, onun xəstəyə yaşatdığı diskomfort və problemə görə biz xəstəyə müalicə və əməliyyat məsləhət görürük.